Son vaxtlar Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu isə cəmiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Mövzu ilə bağlı reportaj üçün bazara üz tutduq. Müşahidələrimizə əsasən deyə bilərik ki, bazarda məhsul çox olsa da alıcı xeyli azdır. Sözügedən ərazidə məhsulların qiyməti ilə bağlı alıcıların fikrini öyrəndik. Yox, çox bahaçılıqdır. Yəni belə bahaçılıqla insan pul çatdıra bilməz. Ən çox hansı məhsulların qiymətindən narazısınız məsələn? Elə hər şey bahadır. Ucuz bir şey yoxdur. Təbii ki, yox. Təbii ki, yox. Çünki qiymətlər həddindən artıq yüksəkdir və artmaqda da davam edir. Yəni nəyinsə qiymətinin aşağı düşməsinə heç bir güman yoxdur. Təəssüflər. Qiymətlərdən razısınız? Belə də. Nə bilim valla. Çox bahalıqdır, çətinlikdir. Hal-hazırda bir problem yoxdur, alırıq da. Hələ ki normal. Bazarda alıcı çox tapa bilmədiyimizdən suallarımızı küçədəki əhaliyə ünvanlamalı olduq. Yox, razılıq nə var burada? Açığı desəm, bir ətin 2 kilo 20 manatdır. Ucuz heç nə yoxdur. Bugünkü gün özü axır bu 1 il ərzində belə qiymət. Demək olar ki, hər gün qalxır qiymətlər. Ən çox işlənən ev kartofdur, soğandır. Kartoşkanın kiloyu manat yarımdır. Yəni ən kasıb adam heç nə ala bilməsə kartoşka almalıdır. 5 manat aldığımız yağ bugünkü gün 8 manatdır. 600 manat maaşa işləyən adam məsəl üçün nətər ondan dolanaq? İşıq pulu verək, su pulu verək. Yəni acınacaqlı, həqiqətən acınacaqlıyıq. Bugünkü gün bizim dövlət, yəni Azərbaycan hər yerdə nətər deyirik, sevirik, söz yox, vətənimizi sevirik, amma yəni ki sürünürük. Bu yaşayış deyil. Yox, yaxşıdır şükür. Əladır. Bazarda qiymətlərdən xəbərim yoxdur, təəssüf ki. Yaxşı qidaların qiymətləri qanunləmir, xeyr. Belə ximikat hər yerdə var. Onlar ucuzdur, bəli. Onlar da bizim orqanizmimizə ziyandır. Biz də həmən o qidalara yaxşı pulu vermədiyimizə görə aparıb həkimlərə veririk də pulu, ayrı bir şey yox. Qidalardan gəlir. Qidalar əlbəttə ki, pis vəziyyətdədir. Yağlar bilirik ki, çoxsu palma yağlardır. Keyfiyyəti, mənşəyi bəlli deyil. Bilmirəm, yəni o yağ bir simişkanın qiyməti belə deyək, günəbaxan tomunun qiyməti kilosu 4 manatdırsa, o yağın 1 litri necə ola bilər ki 3 manat olsun? 5 kilodan 1 litr yağ əldə etmək mümkün deyil. Necə təmiz yağ ola bilər bu? Ona görə də birinci qida sektoru. Qida sektoru çox diqqətli olmalıdır. Çünki sabah bir gün biz balalarımızı əskər göndərəcəyik, sağlam vətənə evladlar yetişməlidir. Bu qidalarla necə sağlam yetişə bilər? Necə olacaq? Bahalı hər gün, gündən-günə bahalaşır ərzaq məhsulları. Yəni hətta gündəlik tələbat malları, əsasən onlar bahalaşır. Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, qiymətlər daha da artacaq. Azərbaycan bu il az məhsul istehsal edir. Artıq bunu kənd təsərrüfatı naziri özü etiraf edir. Az məhsul istehsal edib. Yəni bizim əhalidə artım var, istehsalda isə azalma var. Ona görə də tələbat artır. Əhalinin sayının artımı demək ki, tələbat artır. Baxmayaraq ki, alıcılıq qabiliyyəti aşağıdır. Yəni əgər məhsul istehsalı azalıbsa, təklif azalıbsa, qiymət artımı mütləqdir. Təəssüflər olsun ki. Yəni problem istehsaldadır. Problem əslində istehsalın təşkilindədir. Təşkil olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük vəzifə düşür. Amma onu hiss eləmir. Bilirsiniz, Kənd Təsərrüfatı Nazirliyi üzərinə düşən vəzifəni ona görə yerinə yetirə bilmir ki, Nazirlik demək olar ki, qeyri-peşəkarlardan ibarət. Yəni oraya gətirilən kadrlar, baxın, Kənd Təsərrüfatı Naziri iqtisadçıdır, bu aqronom olmalıdır. Kənd Təsərrüfatı Nazirinin müavininin biri hüquqşünasdır, o da aqronom olmalıdır. Kənd Təsərrüfatı Nazirinin digər müavini qaz üzrə mütəxəssisdir, o zootexnik olmalıdır. Digər müavin siyasətşünasdır, bu isə baytar həkim olmalıdır. Görürsünüz, yəni bunlardan heç nə etmək mümkün olmayacaq. Onlar nə edəcəyini, necə edəcəyini bilmirlər. Yəni buna görə də kənd təsərrüfatı batıb gedir. Problem kadr siyasətindədir. Aybəniz Səfərova, Yusif Sultanoğlu, Azad Abbasov, Şərq TV.